Birinci sual. Sxemə əsasən X-i müəyyən edin. Ribosomun böyük və kiçik hissəcikləri formalaşır. Membran quruluşu yoxdur. Bütün hüceyrələrdə rast gəlinir. Deyilən fikirlərdən birini təsdiq etmir, yəni bütün hüceyrələrdə rast gəlinmir. Dənəvər endoplazmatik şəbəkə, nüvəcik, mitoxondri, hüceyrə mərkəzi, xromatin. Verilənlər içərisində B variantı nüvəcik uyğun gəlir ki, bəli, nüvəcik ribosomun böyük və kiçik hissəcikləri nüvəcikdə formalaşır, membran quruluşuna malik deyil, yəni bütün hüceyrələrdə rast gəlinmir. Bu o deməkdir ki, nüvəsi olmayan hüceyrələrdə, məsəl üçün prokaryotlarda təbii ki, nüvəcikə rast gəlinmir. Doğru cavab B variantı. İkinci sual. Doğru mülahizəni müəyyən edin. Viruslar üzvü maddə sintez edən strukturlara malikdir. Cansız təbiətdə uzun müddət qala və çoxala bilir. Nüvənin olmasına görə bakteriyalardan fərqlənir. İnsana yalnız hava damcı yolu ilə yoluxur, bütün aləmlərə aid canlılarda parazitlik edir. Doğru cavab burada Y variantıdır. Bəli, viruslar hüceyrə daxili parazitdir. Bütün canlılarda parazitlik edir. A variantı niyə yanlışdır? Çünki viruslar üzv maddə sintez edən heç bir struktura malik deyil. Cansız təbiətdə onlar uzun müddət kristal formasında bəli qala bilər, yalnız çoxala bilməz. Mütləq onların çoxalması üçün canlı mühit lazımdır. Nüvəsinin olmasına görə bakteriyalardan fərqlənir, yanlışdır. Nüvə yoxdur. İnsana yalnız hava damcı yolu ilə deyil, damcı və toz vasitəsilə, damcı, qan vasitəsilə viruslar insana yoluxa bilər. Doğru cavab Y variantı. Üçüncü sual. Nüvə şirəsini sitoplazmadan neçə lipid cərgəsi ayırır? Nüvə şirəsi bilirik ki, karyoplazma adlanır. Karyoplazma nüvədə yerləşir və sitoplazmada hüceyrənin daxili mühitidir. Sitoplazmadan nüvə şirəsinə karyoplazmanı ayıran neçə lipid cərgəsi var? Biz bilirik ki, nüvə iki membranlı orqanoiddir. İki membranlı orqanoiddə hər bir membranı 2 ədəd lipid cərgəsi əmələ gətirir. Ona görə 2 membran olduğuna görə 4 ədəd lipid cərgəsi nüvə şirəsini sitoplazmadan ayırır. Doğru cavab Y variantı. Uyğunsuzluğu müəyyən edin. Ribosom, zülal, mitoxondri, ATF, xloroplast, glukoza, hamar endoplazmatik şəbəkə, lipid, lizosom, karbohidrat. Verilənlər içərisində uyğunsuz, yəni yanlış fikri soruşur bizdən. Lizosomda bəli, karbohidrat sintez olunmur. Əksinə karbohidratlar monomerlərə parçalanır. Yanlış cavab Y variantıdır. Uyğunsuzluq dedikdə yanlış fikirdir, uyğunluğu dedikdə doğru fikri tapmaq lazımdır. 5-ci sual. Bitki hüceyrəsində qılafın daxili hissəsi nə adlanır? İstənilən bir canlının qılafın daxili hissəsi plazmatik membran adlanır. Yəni, fərqi yoxdur, bitki hüceyrəsi olsun, heyvan hüceyrəsi, bakteriya hüceyrəsi fərqi yoxdur. Daxili qılaf plazmatik membran adlanır. Onlarda bir-birindən fərq xarici qılafa görədir. Yəni, aləmləri bir-birindən fərqləndirən xarici qılafdır. Doğru cavab D variantı. 6-cı sual. Verilmiş orqanoidlərdən hansının daxili maye mühitində polisom olur? Ribosomun, hamar endoplazmatik şəbəkənin, xloroplastın, lizosomun, Golgi kompleksin. Öncə biz bilməliyik ki, polisom nədir? Polisom bilirik ki, 4-dən 40-a qədər olan çoxlu ribosomların yığımı polisom əmələ gətirir və bu polisomun yığılmasına səbəb olaraq o deməkdir ki, deməli burada zülal sintezi getməlidir. Verilən orqanoidlər içərisində də zülal sintezini həyata keçirən xloroplastdır ki, xloroplastlarda bəli zülal sintezi, yəni translyasiya prosesi baş verir. Doğru cavab C variantı. 7-ci sual. İnsanda əsasən tənəffüs yollarının zədələndiyi virus xəstəliyi.
Verilənlər içərisində qripdir ki, əsasən tənəffüs yollarını zədələyir. Məsəl üçün, poliomiyelit xəstəliyi də virus xəstəliyidir, antropogenes tipli virus xəstəliyidir. İnsanda həm tənəffüs yollarını, həm də onurğa beynin hərəki yollarını zədələyir. Vərəm ağciyərləri, hepatit B qaraciyəri, quduzluq isə insanın bir çox sistemini, yəni zoantropozdur ki, bir çox sinir sistemi daxil olmaqla sistemləri zədələyir. Doğru cavab 7-ci sualda B variantı. 8. Düzgün mülahizəni müəyyən edin. Prokaryotlarda hüceyrə divarı olmur. Davam edirik. Düzgün mülahizəni müəyyən edin. Prokaryotlarda hüceyrə divarı olmur. Eukaryotlarda membransız orqanoidlər olmur. Prokaryotlarda plazmatik membran olmur. Viruslarda irsi material olmur. Prokaryotlarda membranlı orqanoidlər olmur. Doğru cavab burada verilənlər içərisində Y variantıdır. Biz bilirik ki, prokaryotlarda heç bir membranlı orqanoidə rast gəlinmir. Lakin birinci A variantına baxaq. Hüceyrə divarı olmur, yanlışdır. Onlarda xarici qılaf hüceyrə divarı adlanır. Eukaryotlarda həm membranlı, həm də membransız orqanoidlər olur. Bütün canlılarda dedik ki, plazmatik membran var. Həmçinin prokaryotlarda. Viruslarda irsi material olmur, yanlışdır. Viruslarda irsi materiallardan ya denti, ya da RNT molekuluna rast gəlinir. Doğru cavab Y variantıdır. 9-cu sual. Lizosomların formalaşmasında və plazmatik membranın təzələnməsində iştirak edir. Verilənlər cavablar içərisində doğru variant, biz şəkillərə diqqət yetirsək, Golgi kompleksidir ki, Y variantı. A variantı mitoxondrin şəklidir. B variantı endoplazmatik şəbəkənin. C variantı hüceyrə mərkəzi. D variantı xloroplastdır. Y variantı isə Golgi kompleksidir. Doğru cavab Y variantı. 10-cu sual. Hüceyrə tənəffüsündə iştirak edir. Yenə verilən orqanoidlər içərisində biz də bilirik ki, hüceyrə tənəffüsünü həyata keçirən mitoxondrlərdir. Mitoxondrlər üzüm maddələrin oksidləşməsindən ayrılan oksigen sayəsində hüceyrə tənəffüsünü həyata keçirir. Doğru cavab A variantıdır. 11. Verilənlərdən neçəsi prokaryotlarda ola bilər? Yəni bakteriyalarda ola bilər. Verilənlər içərisində hüceyrə divarı, xlorofil, qamçı bakteriyalara məxsusdur. Mitoxondri nüvə isə bakteriyalarda rast gəlinmir. Mitoxondri nüvə eukaryotlarda rast gələnən orqanoiddir. Lakin hüceyrə divarı, xlorofil, qamçı, bunu da əlavə olaraq deyə bilərik ki, həm prokaryotlarda, həm də eukaryotlarda rast gəlinir. Verilənlər içərisində 3-ü prokaryotlarda rast gəlinir. Doğru cavab C variantı. 12. Virusların törətdiyi hansı xəstəlik zamanı insanlarda onurğa beynin hərəki neyronları zədələnir? Burada doğru cavab A variantıdır ki, onurğa beynin hərəki yollarını zədələyən poliomielitdir ki, virus xəstəliyidir və sinir sistemli xəstəliklərə aid edilir. 13. Müasir hüceyrə nəzəriyyəsi ilə bağlı yanlış fikri müəyyən edin. Hüceyrə bütün canlı orqanizmlərin həm quruluş, həm də inkişaf vahididir. Bəli, bu fikir doğrudur. Tamamilə doğru. Bir dəqiqə. Bəli, B variantı. Bütün orqanizmlərdə hüceyrə quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinə və maddələr mübadiləsinə görə oxşardır. Bəli, ikinci müddadır. Birinci deyilən fikir birinci müddəyə aiddir. İkinci deyilən müddə ikinciyə. Orqanizmdə bütün hüceyrələr qeyri-hüceyrəvi quruluşa malik maddələrdən yaranıb. Məhz yanlış fikir bu C variantıdır ki, biz bilirik ki, bu da Şivan və Şleydenin söylədiyi yanlış fikirlərdən biri idi ki, bütün hüceyrələr qeyri-hüceyrəvi quruluşa malik canlılardan yaranır. Bu fikrin yanlış olduğunu isə Virxov alimi müəyyən etmişdir ki, hər bir hüceyrə öz ana hüceyrədən başlanğıc götürür. Yanlış C variantıdır. Digər variantlara baxaq. Mürəkkəb quruluşda çox hüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdiyi funksiyalara görə ixtisaslaşaraq toxuma və orqanlar əmələ gətirir. Bəli, bu da üçüncü müddadır.
üzr istəyirəm, 4-cü müddəadır. Orqanizmdə orqanlar sisteminin vəhdət halında işi sinir və homorol yolla tənzimlənir. Yeni 4-cü müddəadır. Həm D, həm də E variantı 4-cü müddəaya aiddir. Amma bizdə bir dənə 3-cü müddəa verilməyib ki, bu 3-cü müddəada dedik ki, hər bir ana hüceyrə bölünərək digər qız hüceyrələrə başlanğıc verir. Doğru cavab C variantıdır. 14. Hansında yalnız bir membranlı orqanoidlər qeyd edilib? Bir membranlı orqanoidlər qeyd edilib. Verilənlər içərisində bəli, hamar endoplazmatik şəbəkə, lizosom, Golgi kompleksi bir membranlı orqanoidlərdir. Doğru cavab D variantı. 15. Endoplazmatik şəbəkə, Golgi kompleksi, ribosom, hüceyrə mərkəzi, xloroplast və mitoxondri. Qruplaşdırılmış orqanoidlər haqqında hansı fikir səhvdir? Baxaq. İkinci qrupda olan ribosom və hüceyrə mərkəzi orqanoidlər membransız quruluşa malikdir. Bəli, bunlar membransız quruluşa malikdir. Doğru cavabdır. Birinci qrupdakı orqanoidlər maddələrin daşınmasında iştirak edir. Bəli, endoplazmatik şəbəkə hüceyrə daxilində, Golgi kompleksi isə hüceyrədən xaricə maddələrin daşınmasında iştirak edir. Üçüncü qrupdakı orqanoidlərdə ATF sintezi baş verə bilər. Bəli, ATF sintezi həm mitoxondrdə, həm xloroplastlarda baş verir. Amma ən çox ATF sintezi olunur təbii ki, mitoxondridə. Doğru fikirdir. İkinci qrupdakı orqanoidlər zulaz sintez edir. İkinci qrupdakı orqanoidlərdən yalnız ribosom zulaz sintez edir. Hüceyrə mərkəzi ribosom zulaz sintez etmir. Onlar hüceyrənin bölünməsində iştirak edir. Yanlış elə D variantıdır. Üçüncü qrupdakı orqanoidlər iki membranlı quruluşa malikdir. Bəli, həm xloroplastlar, həm mitoxondrilər iki membranlı orqanoidlərdir. Yanlış olan burada cavab D variantı. 16. Weyner diaqramına əsasən uyğunsuzluğu müəyyən edin. Bakteriya hüceyrəsi, çiçəkli bitki hüceyrəsi. Uyğunsuzluq, yəni yanlış olan fikri bizdən soruşulur. Baxaq indi. K qamçıdır. Bəli, bakteriya hüceyrəsində qamçı var. Ən qədim hərəkət orqanoididir. N ribosom istənilən canlıda ribosom var. Doğrudur, ortaq xüsusiyyətidir. Doğru. M xloroplast, bəli, bitkilərdə xloroplast var. N hüceyrə mərkəzi saxlayırıq. X mitoxondridir. Bəli, çiçəkli bitki hüceyrəsində olur. Amma hüceyrə mərkəzi çiçəkli bitkilərdə hüceyrə mərkəzinə rast gəlinmir. 16-da doğru cavab D variantıdır. İbtidai bitkilərdə və ali heyvanlarda, ümumiyyətlə heyvanlar aləmində hüceyrə mərkəzi var, amma ali bitkilərdə hüceyrə mərkəzinə rast gəlinmir. 17. Nüvə şirəsində olmur. Nüvə şirəsi dedik ki, nüvədə yerləşir, karyoplazmadır. Karyoplazmada hansı hissələrə rast gəlinmir? Sərbəst nukleotid var, zulal var, sərbəst amin turşuları var, nuklein turşusu var. Lakin nüvə şirəsində yadınızda qalsın, polisomlara rast gəlinmir. Yenə deyirəm, polisom o orqanoiddə rast gəlinir ki, orada mütləq olaraq zulal sintezi baş versin. Polisoma rast gələn orqanoidlər mitoxondridir, xloroplastlardır, stoplazmada rast gələ bilərik. Bundan başqa dənəvər endoplazmatik şəbəkədə biz polisom yığımına rast gələ bilərik. 17-də cavab E variantı. 18. Weyner diaqramında X ilə qeyd olunmuş orqanoid hansı funksiyanı yerinə yetirir? Baxaq, həm bakteriya hüceyrəsində, həm də çiçəkli bitki hüceyrəsində hansı orqanoidə rast gəlinər? Hərəkət orqanoidi bakteriya hüceyrəsinə aiddir. Fotosintez hər ikisinə aiddir, amma orqanoid deyil. Fotosintez bir prosesdir. Zulaz sintezini həyata keçirən orqanoidə bəli, biz nəyə rast gələ bilərik? Ribosoma hər ikisində rast gələ bilərik. Burada fotosintezi həyata keçirən orqanoid, məsəl üçün xloroplastlardır, xromatofordur. Həm xloroplast həm xromatoforlara biz bakteriya hüceyrəsində rast gəlinmir. Çiçəkli bitkilərdə isə xloroplastdır. Bunu yadımızda saxlayaq. Yanlış cavab, doğru fikir, daha doğrusu B variantıdır. Maddələrin daşınması, biz bilirik ki, endoplazmatik şəbəkə, Golgi kompleksi bakteriya hüceyrəsində yoxdur. ATF sintezi bakteriya hüceyrəsində var, stoplazma da gedir. Amma onu həyata keçirən mitoxondri və xloroplast orqanoidi bakteriya hüceyrəsində yoxdur. Amma bir əlavə deyim ki, yəni
ATF sintezi bakteriya hüceyrəsində gedir, sitoplazmada gedir. Heç bir orqanoiddə getmir. Yalnız sitoplazmada ATF-in sintezi gedir. Bunu da yadımızda saxlamış olarıq. Y variantı. Burada da doğru cavab B variantıdır. 19. Uyğunsuzluğu müəyyən edin. Leykoplast ehtiyat halında maddələri toplamaq, bəli, doğru fikirdir. Xloroplast qeyri-üzvü maddələrdən üzvü maddələr sintez edir, doğru fikirdir. Holgi kompleksi maddələrin hüceyrənin xaricinə daşınmaq, doğrudur. Hamar endoplazmatik şəbəkə zülaz sintez etmək, yanlışdır. Xromoplast bitkiyə müxtəlif rəng vermək doğrudur. Biz bilirik ki, hamar endoplazmatik şəbəkədə zülaz sintezi yox, karbohidratların və lipidlərin, yağların sintezi baş verir. Doğru cavab D variantı. 20-ci sual. Qrafikdə hüceyrədə baş verən müəyyən reaksiya zamanı sərbəst amin turşularının sayının zaman keçdikcə dəyişməsi göstərilmişdir. Bu reaksiya eukaryot orqanizmin hüceyrəsində gedə bilməz. Yəni hansı orqanoiddə bu gedə bilməz bu proses? Maraqlı sualdır. Yəni bu suala biz qrafikə baxarkən sərbəst amin turşularının sayının azalması o deməkdir ki, burada artıq zülal biosintezi gedir. Zülal biosintezi getdikdə yadınızda qalsın, sərbəst amin turşularının miqdarı azalır. Bu plastitdə ola bilər zülal biosintezi, sitoplazmada ola bilər, mitoxondrida ola bilər, dənəverin endoplazmatik şəbəkədə ola bilər. Yalnız lizosomda zülal biosintezi baş vermir. Doğru cavab D variantı. 21. Ali bitkilərdə orqanoidlə hüceyrə ola bilməz. Verilmiş cümlədə nöqtələrin yerinə yazıla bilər. Verilənlər içərisində hərəkət orqanoidi ali bitkilərdə ola bilər. Hərəkət orqanoidi daxili membranı kristallərdən ibarətdir, ola bilər. Məsəl üçün mitoxondr deməkdir. Daxili membranı qıranlardan ibarətdir, xloroplast. İki qeyri-bərabər hissəli membransız orqanoid, yəni ribosoma rast gələ bilərik. Lakin iki bərabər hissəli membransız orqanoidə, yəni bu nə deməkdir? İki bərabər hissəli membransız orqanoid hüceyrə mərkəzidir ki, hüceyrə mərkəzinə biz ali bitki hüceyrələrində rast gəlinməz. Doğru cavab Y variantı. 22. Düzgün olmayan fikri göstərin. Düzgün olmayan fikir, ribosomlar membransız orqanoiddir. Bəli, ribosomlar membransız orqanoiddir. Doğrudur. Xloroplastın daxili membranı qıranlardan təşkil olunmuşdur. Doğrudur. Endoplazmatik şəbəkə bir membranlı orqanoiddir. Bəli. Holgi kompleksində zülaz sintezi olunur. Yanlış. Nüvədə xromosomlar yerləşir. Bəli. Biz bilirik ki, Holgi kompleksində zülal yox, karbohidratların və lipidlərin sintezi gedir. 22-ci sualda yanlış. D variantı. 23. Hüceyrənin oksigensiz qalması zamanı ilk olaraq hansı orqanoidin fəaliyyəti pozular? Endoplazmatik şəbəkənin, lizosomun, ribosomun, hüceyrə mərkəzinin, mitoxondrinin. Oksigensiz qalması zamanı hansı orqanoidin fəaliyyəti pozular? Yadınızda qalsın, bu mitoxondrdir ki, çünki mitoxondr oksigendən daha çox istifadə edən orqanoiddir ki, həmin oksigendən istifadə edərək üzvü maddələrin oksidləşməsini həyata keçirir. 23-cü sualda doğru cavab Y variantı. 24. Mikroborucuqlardan təşkil olunmuşdur. Sentriollar, ribosomlar, xromosomlar, lizosomlar, qlaf. Mikroborucuqlardan təşkil olunmuş hissə sentriollardır ki, hüceyrələrin bölünməsində iştirak edir. Məsələn, sentriollar da hüceyrə mərkəzindən əmələ gəlir ki, hüceyrənin çoxalması zamanı sentriollar ikiləşərək hüceyrənin qütblərinə çəkilir. Doğru cavab A variantı. Sxemdə sual işarəsinin yerinə yazıla bilər. Qeyri-bərabər ölçülü iki hissədən ibarətdir. Bütün canlı hüceyrələrdə olan orqanoiddir. Membranı yoxdur. Verilənlər içərisində ribosomdur ki, bəli, bütün canlı hüceyrələrdə rast gəlinən orqanoid ribosomdur, membranı yoxdur, qeyri-bərabər iki hissədən ibarətdir və ribosom ən qədim orqanoiddir. Doğru cavab Y variantı. 26. Sxemdə sual işarəsinin yerinə yazıla bilər. ATF sintez edir,
Daxili maye mühiti stroma adlanır. Çox hüceyrəli heyvanlarda olmur. Verilənlər içərisində biz deməli burada daxili maye mühiti stroma adlanan xloroplastlar ali bitkilərdə, ibtidai bitkilərdə isə xromatoforu deyə bilərik ki, bunlar da daxili membranı stroma adlanır və çox hüceyrəli heyvanlarda olmur. Biz bilirik ki, ibtidai heyvanlarda xromatofor vardır ki, həmin o xromatoforda xlorofil pigmenti var və xlorofil pigmenti nəticəsində fotosintez həyata keçirir. 26-cı sualda doğru cavab C variantıdır ki, xlorofilə malik orqanoid. 27. Əgər hüceyrə orqanoidində zaman keçdikcə zulal miqdarı azalıb, sərbəst amin turşusu miqdarı artırsa, bu orqanoid. Yəni bunun qrafiki, bayaqki qrafikdə sərbəst amin turşularının miqdarı azalırdı. Bu bayaq dediyim azalmanı göstərir. İndi isə mən çəkdiyim qrafikdə bizdə soruşulur ki, sərbəst amin turşularının miqdarı artıb. Bu o deməkdir ki, artıq sərbəst amin turşularının miqdarının artması, yəni zulal sayda monomerlərə parçalanır. Və biz də bilirik ki, üzv maddələrin sayda monomerlərə parçalanmasını həyata keçirən orqanoid lizosom orqanoididir. Doğru cavab A variantı. Baxaq açıq suallara. Hüceyrənin verilən strukturlarından hansılarına sahib olması həmin hüceyrənin eukariot canlıya aid olmağına söyləməmizə imkan verir. Yəni elə bir orqanoidlər seçməliyik ki, onlar yalnız eukariotlarda olsun. Biz dedik ki, bəziləri həm prokariotlarda var, hüceyrə hissəcikləri, həm də eukariotlarda var. Yalnız elə birini seçməliyik ki, yalnız eukariotlara aid olsun. Verilənlər içərisində xloroplastlardır. Bir də ki, toxuma xloroplastlara biz bunların, yox, üzr istəyirəm, 2-dən səhv saldım. Birinci sualda bəli, mitoxondridir. Mitoxondrini deyə bilərik. Daha sonra dənəvər endoplazmatik şəbəkəni deyə bilərik ki, yalnız eukariotlardadır. Çünki ribosom, hüceyrə divarı, plazmatik membran, qamçı həm prokariotlarda, həm də eukariotlarda rast gəlinir. İkinci sual. Bütün avtotrof yolla qidalana bilən orqanizmlərdə olur. Avtotrof yolla qidalanan orqanizmləri bildiririk ki, fototroflara və xemotroflara böldük. Həm fototroflarda, həm xemotroflarda rast gəlinən hansı hissəciklər var? Birinci, təbii ki, hər ikisində plazmatik membran olar, hər ikisində ribosoma rast gəlmək olar, hər ikisində nuklein turşusu ola bilər. Lakin xloroplast xemotroflarda ola bilməz, toxumalar ola bilməz. Məsəl üçün, bakteriyalarda xlorofil xemotrof yolla qidalanan avtotrof canlılarda rast gəlinmir. Doğru cavab ikinci sualda 1, 2, 4. Birinci sualda isə doğru cavab 3 və 6. Üçüncü sual. Nöqtələrin yerinə uyğun gələn ifadələrin düzgün ardıcıllığını müəyyən edin. Bu orqanoid hüceyrənin ehtiyac olduğu ATF-nin böyük bir qismini istifadə edərək sintez edir. Məməlilər sinifinə aid olan canlıların yetkin eritrositlərində və deməli, burada prokariotlarda da olmur. Təbii ki, nüvədən söhbət gedir və ATF-nin böyük bir qismini oksigenden istifadə edərək sintez edir. Bəli, doğru cavab 3-cü sualda 3 və 4. Verilmiş hüceyrə strukturlarından hansılar stoplazmadan dəri ilə ayrılır? Dəri sözünün mənası dedik ki, membran deməkdir ki, dəri, dəricik deməkdir, membran. Stoplazmada membran ilə ayrılır dedikdə, yəni membran quruluşuna malik olan orqanoidlər. Membran quruluşuna malik olan orqanoidlər lizosom, hamar endoplazmatik şəbəkə, verilənlər içərisində Holti kompleksi. 1, 2, 5. Doğru cavab 1, 2, 5. Yəni biz bilirik ki, ribosoman hüceyrə mərkəzi heç bir membran quruluşuna malik deyil. 5-ci sual. Sxemə əsasən hansılar doğrudur? Virusların törətdiyi xəstəlik. Virusların törətdiyi xəstəlik 1. Qripdir. Bəli, doğrudur. Qızılca. Bəli, doğrudur. Cavab elə 1 və 2-dir. Vərəm bakteriyalar törədir. İkisi də viruslar törədir. Yalnız burada şərtdə minus qoyulduğuna görə biz artıq o cavabı götürə bilmərik. Doğru cavab 1 və 2-dir.
Hücrenin hərəkət orqanoidlərini seçin. Hücrenin bilirik ki 4 hərəkət orqanoidi var. Kirpiklər, qamçılar, miofibrlər, yalançı ayaqlar. 1, 2, 4, 5. Doğru cavab. Yalnız eukaryot orqanizmlərin hücrelərində ola bilər. Yəni prokaryotlarda olmasın. Yalnız eukaryotlarda rast gəlinsin. Eukaryotlarda bilirik ki mitoxondriyə rast gələ bilərik. Eukaryotlarda sentriol hücrələrinə rast gələ bilərik. Doğru cavab 2 və 5. 8. Nöqtələrin yerinə uyğun gələn ifadələri seçin. Siyanobakteriyalarda bitki hücrəsində olduğu kimi siyanobakteriyalarda bilirik ki bitki hücrəsində olduğu kimi hücre divarı ola bilər. Bəli. Ribosom ola bilər. Bəli. Plazmatik membran ola bilər. Doğru cavab 8-ci sualda 1, 3, 5. Düzgün mülahizələri seçin. Baxaq. Xromoplastlar bitkiyə yaşıl rəng verir. Yanlışdır. Yaşıl yox, digər rənglər verir. 1. Yanlış. Xloroplastların xarici membranı qırışlıdır. Yanlış. Daxili membranı qırışlıdır. Xlorofil günəş enerjisini udmaq qabiliyyətinə malikdir. Bəli, 3 doğru fikirdir. Leykoplastlar ehtiyat qida maddələri toplaya bilir. Bəli, 3, 4 doğru fikirdir. Xromoplastlar sitoplazmadan 2 qat membranla ayrılır. Tamamilə doğrudur. Çünki 2 membranlı orqanoiddir. Plastitlər bölünmə yolu ilə çoxala bilir. Bəli. Yadınızda qalsın. Həm mitoxondri, həm xloroplastlar sayda bölünmə yolu ilə çoxala bilir. Doğru cavab 9-cu sualda 3, 4, 5, 6. 10-cu sual. Nöqtələrin yerinə uyğun gələn ifadələrin düzgün ardıcıllığını müəyyən edin. Viruslar kiçik ölçüyə malik həyat formalarıdır. Onlar irsi məlumat daşıyan və qoruyucu kapsiddən təşkil olunmuşdur. Viruslar bilirik ki, kiçik ölçüyə malik olan biz hücrəsiz həyat formalarıdır. Onlar irsi məlumat daşıyan nuklein turşuları və zulal kapsiddən təşkil olunmuşdur. Doğru cavab 10-cu sualda 5, 3, 4. 11. Uyğunluğu müəyyən edin. 1, 2, 3. Hüceyrə mərkəzi daha sonra bizə verib ribosom. Ali bitkilərin hücrəsində olmur, təbii ki, hücrə mərkəzi. Əsas funksiyası zulal sintez etməkdir. Ribosom. Membran quruluşuna malik deyil. Hər ikisi. 2 eyni ölçülü hissəcikdən ibarətdir. 2 eyni ölçülü hissədən ibarətdir. Deyirik hücrə mərkəzi. Bütün canlıların hücrələrində olur. Təbii ki, ribosom. Yadınızda qalsın. 2 eyni ölçülü hissədən ibarətdir. Hücrə mərkəzi 2 müxtəlif ölçüdə ibarət olan hissəcik ribosomdur. Burada eyni deyildiyinə görə yalnız hücrə mərkəzini götürürük. Baxaq 12-ci sual uyğunluğu müəyyən edək. Yenə 1, 2, 3. Çoxhüceyrəli heyvanlarda olmayan 2 membranlı orqanoid, bütün canlılarda olan membransız orqanoid, maddələri hüceyrə xaricinə daşıyan orqanoid. Baxaq, çoxhüceyrəli heyvanlarda olmayan 2 membranlı orqanoid bu xloroplastları nəzərdə tutur. Xloroplastlarda verilənlər içərisində daxili maye mühiti strom adlanır. Bəli. Y variantını yazarıq. Bütün canlılarda olan membransız orqanoid bilirik ki, hansıdır? Zulaldır, ribosomdur və ribosom quruluşuna görə zulaldan və ribosom erintisindən təşkil olunmuşdur. 2-də C variantı. Maddələri hüceyrə daxilində, maddələri hüceyrə xaricinə daşıyan orqanoid isə biz bilirik ki, hüceyrə xaricinə daşıyan orqanoid Holgi kompleksidir. Holgi kompleksində isə lizosomları əmələ gətirən orqanoiddir. 3-də doğru cavab D variantı. Bu qədər dəyər test toplusundan histologiya mövzusunun izahı idi.